Qohum əqrəbaya da, yoxsula da, müsafirə də haqqını ver. Lakin malını lazım olmayan yerə sərf etmə. Həqiqətən israfçılar şeytanların qardaşlarıdır. Şeytan isə Rəbbinə qarşı nankördür. Əgər sən Rəbbindən dilədiyin mərhəməti umaraq onların üzünə baxmırsansa, onda onlara xoş söz deyil. Əlini nə qoynunda gizlət, nə də onu büsbütün aç. Nə xəsis ol, nə də israfçı, yoxsa qınanmış və peşman vəziyyətdə qalarsan. Həqiqətən Rəbbin istədiyinin ruzisini bol edər, istədiyininkini də azaldar. Şübhəsiz ki, O, öz qullarını tanıyır və görür.